Salam, hər vaxtınız xeyir olsun. Mən Alif Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Həlinə müəlliməm. Bugün sizinlə ədəbiyyatda uşaqların çox qarışdırdığı bir mövzulardandır bədii təsvir vasitələri. Bədii təsvir vasitələrində epithet, təşbeh, metaforu tapmaqda uşaqlar çətinlik çəkirlər. Bugün mən onlara nümunələr yazıb, üzərində sizə izah verəcəm. Birinci nümunəmiz lal, meşə. Gördüyünüz kimi burada lal, necə, lal, sifətdir, meşə, isim. Yəni, əgər sifət birinci, sonra isim gələrsə, biz bunu burada təyin, bədii təyin, yəni epitet adlandırırıq. Amma digər nümunədə isə yer dəyişmə eləmişik, meşə laldır. Yəni, isim öncə gəlir, sifət sonra gəlir. Meşə laldır. Burada isə, deməli, artıq biz bunu, yəni, metafor kimi götürürük. Yanaq, lalə nümunəsinə diqqət yetirin. Yanaq isimdir, lalə də isimdir. İsim birləşməsi kimi gördüyünüz kimi yanaşı gəlirsə, bu zaman biz bunu təşbeyə götürəcəyik. Başqa nə demək olar? Təşbehdə həm bənzəyən, həm bənzədilən iştirak eləməlidir. Biz bura kimi qoşmasını qoysaq, öz təsəvvürümüzdə yanağı lalə kimidir. Fikir verin, burada bu zaman belə olur. Deməli, yanağı laləyə bənzədir. Yəni, həm bənzəyən, həm də bənzədilən iştirak etmiş olur. Başqa bir cümlədə onu deyə bilərəm ki, metafor və təşbeh heç zaman eyni anda cümlədə iştirak edə bilməz. Bunu da yadda saxlayaq. Digər bir nümunə burada yazmışam, qız parıldayır. Bu nümunədə isə metafor işlənir. Əgər, tutaq ki, qız parıldayır, qız insanı parıldaya bilməz. Əgər bir hərəkəti edə bilmirsə, o zaman biz onu metafor götürürük. Başqa necə tapmaq olur? Məsələn, burada qız öz təsəvvürümüzdə düşünsək, ulduz kimi parıldayır, ulduz sözünü öz təsəvvürümüzdə qoysaq, fikir verin, o zaman təşbeh gəlir, yəni həm bənzəyən, həm bənzədilən iştirak eləmiş olacaq. Amma burada ulduz kimi verilməyib, yalnız yazılıb ki, qız parıldayır. Yəni, qız bənzədiləndir, amma nəyə bənzəyir, o verilməyib. Nəyə bənzədiyi verilmirsə, bənzəyən verilmirsə, sırf bənzədilən verilirsə, bu zaman metafor götürülür.